Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Ve ba'd. Biz Şeyh İbn Hüseyin Rahimahullah'ın Ramazan məclisləri kitabının tədrisinə devam edirik. Keçənki söhbətimizdə, dünənki söhbətimizdə Ramazan ayının fəziləti barədə danışdıq. Ramazan ayının fəziləti barədə şeyx dəlillər zikr etdi, onlardan çıxan faydaları zikr etdi və Ramazan ayının xüsusiyyətlərini zikr etdi. Və bugünkü dərsdə inşallah orucun fəziləti barədə. Biri var ayın özünün fəziləti. Dünənki mövzu nə idi? Ramazan ayının ay olaraq ayın fəziləti, ayın üstünlüyündən danışdıq. Bugünkü mövzu isə Ramazanda tutulan bu orucun fəziləti haqqındadır. Və Şeyx Rahiməhullah buyurur ki, Ramazan orucu ən əfzəl, ən üstün ibadətlərdəndir, ən dərəcəsi, məqamı yüksək olan itayətlərdəndir. Bu barədə Peyğəmbər s.ə.v-dən və eyni zamanda sələflərdən çoxlu nəqillər varid olubdur. Və Ramazan orucunun fəzilətinə dəlillərdən biri odur ki, Allah Azə və Cəllə bu orucu, ümumiyyətlə orucun fəzilətinə dəlillərdən biri nədir? Allah Azə və Cəllə orucu təkcə bizə yox, bütün ümmətlərə fərz etmişdir. Necə ki, Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzîne əmənu Kutiba aleykumus-siyamu kama kutiba alellezine min qablikum leallekum tettaqun. Ey iman gətirənlər, sizdən öncəkilərə oruc farz edildiyi kimi sizlərə də farz edildi. Nəyə görə? Təqvalı olasınız. Yəni Allah Azə və Cəllə bu ayədə xəbər verir ki, bütün ümmətlərə orucu farz etmişdir. Və Allah Azə və Cəllə bu əzəmətli ibadət olmasaydı, oruc ibadəti əzəmətli ibadət olmasaydı, Allah Azə və Cəllə bütün ümmətlərə, bütün yaratdığı məxluqlara bu ibadəti əmr etməzdi. Yəni, bəşəriyyətin Allah Azə və Cəllə ibadəti həyata keçirmək üçün belə bir ibadətə, belə bir ibadət formasına ehtiyacları olmazdı. Bu birinci tərəfdən. Fəzilətinin ikincisi odur ki, oruc günahların bağışlanmasına və silinməsinə səbəbdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədisdə buyurur ki, Mən sama Ramazana imanən və ihtisabən Ğufirə ləhu mə təqəddəmə min zəmbi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazanı imanla və əcrini Allahdan umaraq tutarsa, keçmiş günahları bağışlanır. Və burada, baxın, imanla dedikdə nədir? Orucun fərz olmasına iman gətirərək, orucun Allahın əmri olmasına iman gətirərək, eyni zamanda onun farz olmasından razı olaraq, bunu, yəni şək etməyərək, qəlbində şək yoxdur buna ki, bu farzdır, bəlkə farz deyil deyə qəlbində buna şəkki olmamalıdır. Eyni zamanda əcrini də Allahdan ummalıdır və orucu ikrah altında tutmamalıdır. Kiminsə qorxusundan tutmamalıdır və ya kimlərisə razı salmaq üçün tutmamalıdır və yaxud sırf sağlığını düşünərək ki, oruc sağlamlıqdır deyərək tutmamalıdır. Məqsədə nə olmalıdır? Ramazan orucundan Allah Azə və Cəllənin savabını umaraq bunu tutarsa, onun keçmiş günahlarının bağışlanmasına səbəb olur. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, As-salavatul xams vəl-cüm'ati iləl-cüm'ati və Ramazan ilə Ramazan mukaffiratun limə beynəhunnə edə iştunibətil kəbair. 5 vaxt namaz cümədən cüməyə, Ramazandan Ramazana öz aralarında olan günahlara kəffarədir. Öz aralarında olan günahları silər. Bir şərtlər ki, insan böyük günahlardan çəkinər. Böyük günahlardan insan çəkinərsə, bu saydığımız əməllər, hədisdə gəldiyi kimi, insanın günahlarını silər. Yəni, bu Ramazandan gələn Ramazana qədər, məsələn, keçmiş Ramazandan bu Ramazana qədər etdiyin kiçik günahlar bu Ramazanda tutduğun oruçlarla silinir. Həmçinin cümədən cüməyə, bir cümə qılır, o bir cüməyə qədər insan etdiyi kiçik günahlar o bir cümədə silinər. Bu Allah Azə və Cəllənin həqiqətən Allahın lütfüdür, Allah Azə və Cəllənin qullarına olan rəhmətidir. Baxın, Allah Azə və Cəllənin qardaşlar rəhməti nə qədər böyükdür. Nə qədər xeyir qapıları bizə buyurur. Həm bir tərəfdən əməlləri etdikcə savab qazanırsan. Savabla da yetənmir,
eyni zamanda digər tərəfdən də günahlarımızdan silinir. Günahları silmək üçün nə qədər yollar Azza və Cəllə bizə bəyan edib. Ən böyüyü nədir? Tövbə qapısıdır. İnsan günah etdikdə tövbə edərsə, tövbəsi onun qəbul olar və nədir? Onun günahı bağışlanar. Rasulullah s.ə.v buyurur ki, Ət-təibu minəz-zəmbi kəmən lə zəmbədə. Günahdan tövbə edən günahı etməmiş kimidir. Yəni bu haqda inşallah tövbə haqqında ayrıca bir dərs var, inşallah gələcək. O haqda ayrıca danışacaq. Sadəcə olaraq burada nəyi demək istəyirəm, qardaşlar? Baxın, bu qədər fəzilət var, bu qədər savab qapıları var. Və eyni zamanda günah etdiyimiz xataların da silinməsi üçün bu qədər fürsət var. Bununla belə insan da olar günahını sildirməz. Günahlar necə yazılır? Birə bir yazılır, bilirsiniz. Bir etdiyin günah bir qatına yazılır. Heç vaxt heç bir günah 2 qatına, 3 qatına yazılmaz. Amma savablar necə yazılır? 10 qatından 700 qatına kimi və oruc kimi ibadətlər isə saysız, hesabsız yazılır. Bununla belə təsəvvür edin, əməllərin ən az 10-10 yazılır, günahların bir-bir yazılır. Baxmayaraq ki, günahlarını təmizləməyə də nə qədər imkanlar var, amma bununla belə insanlar olacaq ki, Allah Azza və Cəllənin huzurunda o birləri, təkləri onluqlarından ağır gələcək. O birlər, gör nə qədər insan özünü həlak edir ki, nə qədər günah edir ki, onun birləri o onlarından ağır gələcək. Onluqlarından ağır gələcək. Çünki sayı çox olacaq. Ki və cəhənnəmə düşəcəklər. Bilirsiniz, yəni ki, hətta iman əhlindən də bir qism insan günahları ücbatından, tərəzidə günahları ücbatından, günahları ağır gəldiyinə görə cəhənnəmə düşəcəklər. Yəni, ona görə insan diqqət etməlidir. Ki, heç zaman onun təkləri onluqlarından ağır gəlməsin deyə. O təkləri silmək üçün də xüsusən bu qədər fürsətlər var. Ramazan ayı kimi, tövbə və istiğfar kimi fürsət olduğu halda insan niyə buna səhlənkarlıq etməlidir? Və orucun fəzilətlərindən biri də odur ki, orucun savabı müəyyən bir sayla məhdudlaşmır. Müəyyən bir sayla məhdudlaşmır. Allah Resulü s.ə.v necə ki, öz Rəbbindən rəvayət edir ki, Allah Teala buyurur ki, Adəm övladının etdiyi bütün əməllər onun üçündür, oruçdan başqa onun savabını mən verirəm. Başqa bir rivayətdə gəlir ki, Adəm övladının etdiyi bütün əməllər onun üçündür, onun savabı 10 qatından 700 qatına qədər artar və oruçdan başqa oruç mənim üçündür və onun da mükafatını mən verəcəm, çünki o yeməyini, içməyini və şəhvətini mənim üçün tərk etdi. Səbəblə insan evdə tək olur, tək başına və heç kəsin görmədiyi bir halda neynir? Yenə də əlini yeməyə, içməyə uzatmır. Həqiqi ixlas budur. Yəni, namaza deyərsən ki, hə, bəlkə də gələndə, məsələn, gəlməsə cəmaat namazına, insanlar deyəcək ki, niyə cəmaat namazına gəlmirsən? Yəni, xüsusən də, məsələn, deyək ki, İslam xilafəti vaxtında hər kəs artıq cəmaat məsciddə qılırdı, 5 vaxt namazı. Zəkatdır, zaten zəkatı çıxartmağa gərək qalmırdı. Zəkat toplayan məmurlar gəlirdi, səndən zəkatını toplayıb aparıb xəzinəyə verirdi. Həcc idi, hər kəs həccə bərabər gedirdi. Amma oruc, yəni bunların tam gizli edəsən, zəkatını tam gizli versən, yəni bu hər vaxt mümkün olan bir şey olmur. Namazını tam gizli qılmaq mümkün deyil, çünki sən cəmaatla qılmağa əmr olunmursan. Həccə tək gedəcəksən, dünyada heç kəs həccə getməyəcək, tək başına gedəcəksən, bu da mümkün olan şey deyil. Lakin oruc elə deyil. Orucda Rəbbinlə xəlvətdə qala bilirsən. Rəbbinlə xəlvətdə qala bilirsən və sən Allah Azza və Cəllə səni görür deyə sən Allahın nəzarətində olduğunu başa düşdüyün üçün orucunu qoruyursan. Həqiqi ixlasın səmərəsi burada bilinir. Və Peyğəmbər s.ə.v hədisinin davamında buyurur ki, oruc bir qalxandır. Sizdən biriniz oruçlu olarsa, pis söz söyləməsin, qəzəblənməsin. Kimsə onu söyüb, onunla vuruşarsa, ona desin ki, mən orucam. Muhammedin nəfsi əlində olan Allaha and olsun ki, oruçluğun ağzından gələn qoxu Allah qatında müşvətirindən daha sevimlidir. Oruçdan üçün 2 sevinç var. Birincisi, orucunu açdığı zaman orucuna görə sevinər. İkincisi də deyir, orucuna görə Rəbbi ilə görüşəndə sevinər. Və bu hədis həqiqətən orucun fəzilətindən bir neçə tərəfdən dəlildir.
Birincisi odur ki, Allah Azze ve Celle orucu özünə aid etdi. Oruc deyir, mənim üçündür. Bütün əməllərin içindən Allah Azze ve Celle namazı demədi, zəkatı demədi, həcci demədi, digər ibadətləri demədi. Tək nəyi dedi? Dedi ki, oruc mənim üçündür. Və onun mükafatını da mən verirəm. Bu da Allah Azze ve Celle orucun şərəfini bizə bildirir. Və eyni zamanda Allah Azze ve Celle ona olan, o ibadəti sevməsini bizə xəbər verir. Dediyim kimi, yəni ixlas orucda daha çox üzə çıxır. Necə ki, hədisin davamında gəlir ki, mənim üçün yeməyini, içməyini və şəhvətini tərk elədi. Ona görə baxın, Sufyan ibn Uyeynə rahimehullah deyir ki, sələf imamlarındandır, Sufyan ibn Uyeynə deyir ki, qiyamət günü olduqda Allah Azze ve Celle bütün qullarını hesaba çəkər. Hər bir qulu hesaba çəkər. Qiyamət günü hər bir qulu hesaba çəkər. Onun üzərində olan bütün haqları ondan alar. Yəni biz bilirik ki, insanın qiyamət günü haqq hesabda, deyək ki, əməllərinə görə haqq hesabı var. Birinci Allah Azze ve Celle'nin huzurunda etdiyi əməllərə və günahlara, buna görə haqq hesab olacaq. Sonra isə mazalim deyilir. İnsan haqları gəlir. İnsan haqları gəlir. Və onlar ondan nədir? Tələb olunur. Hətta bir ləfsdə gəlir ki, Allah Azze ve Celle bir mümini, başqa bir hədisdə o, bir mümin kafirlərə etdiyi zülümləri belə qarşı ödəmədikcə o cənnətə girməz. Və ya bir kafir müsəlmanlara, müminlərə ödəmədiyi haqqı ödəmədikcə cəhənnəmə girməz. Yəni, təbii ki, onun kafirin bir savabı yoxdur. Nə olur? O zülm etdiyi müsəlmanların günahından onun günahına əlavə edilir. Və bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm ona işarə edib buyurur ki, yenə deyir ki, o qul üzərində olan o mazalim, yəni ki, o zülmləri, o haqları ödəmədikcə nədir? Heç ara gedə bilməz və deyir ki, hətta izə ləm yəbqa illə savm. Bəzi insanlar, bilirsiniz, məşhur hədis var, müflis hədisi var. Rasulullah sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, müflis kimdir? Yəni, çoxunuz bilirsiniz o hədisi. Deyirlər ki, dinarı, dirhəmi olmayana müflis deyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, həqiqi müflis odur ki, Allahın huzuruna dağlar boyda oruçla, namazla və digər ibadətlərlə gəlir, birini söyüb, birini təhqir edib, birinin qeybətini edib, insanların haqlarını tapdalayıb yəni. Və onlara onun savablarından veriləcək, o əməlləri bitdikdən sonra o insanların günahından ona yüklənəcək. Yəni Allahın huzuruna hesab vermək üçün dağlar böyüklüyündə savablarla gəlib, dağlar böyüklüyündə oradan günahla ayrılacaq. Həqiqi müflis budur. Lakin bu hədis orada, bu hədis deyil, əstəğfurullah, bu sələfin sözü, İbn Uyeynənin sözü onu xüsusiləşdirir. Yəni İbn Uyeynə rahimehullah buyurur ki, və insanın əməli, etdiyi zülümlərə görə savabları tükənəcək, lakin oruc əməlinə dəyilməyəcək. Oruca satanda, yəni digər əməllərinə görə nədir? Yəni etdiyi zülümlərə görə digər əməllərindən qazandığı savablar o haqq sahiblərinə veriləcək. Yalnız orucun savabı verilməyəcək. Oruca gəldikdə Allah Azze ve Celle onun haqqını öz üzərinə götürəcək. Deyəcək, sənin haqla sahiblərinə mən verəcəm. Və onların, o məzlum insanların haqqını o oruc sahibinin əvəzinə Allah Azze ve Celle ödəyəcək və həmin bəndəsini oruc səbəbindən cənnətə daxil edəcək. Və bu İbn Uyeynə rahimehullah bu hədisin şərhini bu şəkildə edib. Yəni ki, illə savm fə innəhu li, oruçdan başqa oruc mənimdir, mənim üçündür, onun mükafatını mən verərəm deməyindir mənası budur. Yəni oruc insan sahibini cənnətə götürəcək. Və digər tərəfdən, yəni bu hədisin orucun fəzilətinə dəlil olmasına digər tərəfdən Peyğəmbər sallallahu əleyhi və səlləmin sözü ki, onun mükafatını mən verərəm. Yəni burada mükafatı Allah Azze ve Celle öz nəfsinə nisbət etdi və bəyan elədi ki, onun mükafatını Allah Azze ve Celle heç bir say olmadan o verəcəkdir və bir şeyin mükafatın miqdarı
o mükafatı verənə görə dəyişir. Təsəvvür et, sıradan bir insan sənə bir hədiyyə verir. Sonra bir şəhərin başçısı sənə bir hədiyyə verir. Bir də bir ölkənin başçısı sənə bir hədiyyə verir. Üçünün də hədiyyəsi eyni ola bilərmi? Nə qədər böyük olduqca hədiyyə böyür. İndi baxın, hədiyyəni verən kimdir? Aləmlərin Rabbi olan Allahdır. O mükafatı qarşılığı verən kimdir? Aləmlərin Rabbi olan Allahdır. Ona görə də o hesabsız, sayısız, hesabsız şəkildə verəcək. Çünki oruçda qardaşlar eyni zamanda alimlər buyururlar ki, səbrin hər üç növü cəm olunubdur. Biz bilirik ki, səbrin üç növü var. Allaha itaət etməkdə olan səbir var. Günahlara qarşı edilən səbir var. Bir də müsibətlərə qarşı edilən səbir var. Hər üç səbir də müsəlmana əmr olunan səbirdir. Bunların da ən üstünü təbii ki, itaətdə edilən səbirdir. Və oruc hər üç səbiri özündə cəm edir. Belə ki, həm Allah Azza və Cəllə itaət etməkdə, oruc ibadətini yerinə yetirməklə səbr edirsən, bir ay boyunca Allahın əmr etdiyi vaxtlarda yeməyini, içməyini, şəhvətini tərk edirsən, bu itaətdə bir səbirdir. Eyni zamanda günahlara qarşı da səbir edirsən. Dilini haramdan qoruyursan, pis söz söyləməkdən qoruyursan, günahlara qarşı nəfsinə sahib olursan. Bu da nədir? Sənin üçün bir günahlara qarşı tərbiyədir, səbirdir. Üçüncüsü, müsibətə, hansı müsibətdir? Aclıq müsibətinə, susuzluq müsibətinə səbir edirsən. Buna qarşı da səbir edirsən və sən bu şəkildə yaxud bədənin zəifləməsi, nəfsin zəifləməsi baş verə bilər oruçda. Bunun hamısına sən oruçda səbir edirsən. Və sən orucla səbrin hər üç növünü cəm etmiş olursan. Və beləcə də oruç tutan insan həqiqi səbr edənlərdən sayılır. Oruç tutanlar həqiqi səbr edənlərdən sayılır. Allah Taala da Quran-ı Kərimdə buyurur ki: "İnnəmə yuvaffas-sabirun ecrahum biğeyri hisab." Yalnız səbr edənlərin mükafatı saysız, hesabsız veriləcəkdir. Və alimlər buyururlar ki, yəni Allah Azza və Cəllə Quran-ı Kərimdə yalnız səbrin mükafatını saysız, hesabsız verəcəyini deyib. Hədisi qudüsüdə də orucun mükafatı saysız, hesabsız veriləcək. Və bunlar arasında alimlər bağı buradan götürürlər ki, bunlar arasında bağ var. İkisi də səbri cəm etdiyinə görə Allah Azza və Cəllə onun mükafatını qarşılıqsız və saysız, hesabsız verəcək. Və başqa bir həmçinin orucun, bu hədisin orucun fəzilətinə dəlil olma tərəfindən biri də odur ki, orucun, Peyğəmbər s.ə.v az öncə qeyd elədiyi kimi, orucun bir qalxan olmasıdır. Qalxan bilirsiniz, döyüşdə müdafiə olunmaq üçün, onu qorumaq üçün istifadə etdiyidir. Və Rasulullah s.ə.v yəni oruc səni nədən qoruyur? Səni günahlardan qoruyur. Səni pis söz söyləməkdən, pis davranışlardan, pis hərəkətlərdən qoruyur. Ona görə Rasulullah s.ə.v hədisinin davamında nə deyir? Sizdən biriniz oruçlu olarsa, onu kimsə nə pis söz söyləməsin, nə pis danışıq, nə yəni qəzəblənməsin. Və eyni zamanda insanı cəhənnəm ateşindən qoruyur. Yəni sənin üçün qalxandır, cəhənnəm ilə sən aranda bir qalxandır. Bu barədə İmam Əhmədin Müsnəddən gələn hədisdə, Cabirdən gələn hədisdə Peyğəmbər s.ə.v buyurur ki, oruc bir qalxandır, sağ qulu cəhənnəm ateşindən qoruyur. Cəhənnəm ateşindən qorumaq üçün bir qalxandır. Eyni zamanda orucun bu hədisdə keçən fəzilətlərindən biri də nədir? Orucluğun ağzından gələn qoxunun Allah katında müşkətirindən daha gözəl olmasıdır. Və niyə görə? Baxmayaraq ki, normalda biz bilirik ki, oruç tutanın ağzından yəni xoşa gəlməz bir qoxu gəlir. Lakin o qoxunun səbəbi ibadət olduğuna görə Allah Azza və Cəllə o qoxunu qiymətləndirib və şərəfləndirmişdir. Həmçinin bu hədisdən çıxan faydalardan biri odur ki, oruç tutanın Allah Azza və Cəllə oruç tutana iki fərəh nəsib edir. İki sevinç bəxş edir. Birincisi, orucunu açdığı zamandır. Allah Azza və Cəllənin ona verdiyi neymətlərə görə və Allah Azza və Cəllənin oruc ibadətini haqqı ilə həyata keçirdiyinə görə neyinir? Ona görə sevinir mümin. Sevinir. İkincisi də
qiyamət günü orucunun mükafatını görəndə sevinəcəkdir. Orucun Allah Azze ve Celle ona hansı mükafatı verir? Onda sevinəcək. Necə ki, başqa bir hədisdə gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, qiyamət günü nida olunacaq. Nida edən, necə edəcək ki, Eynə saimun, oruç tutanlar hardadır? Oruç tutanlar hardadır? Gəlsinlər, cənnətin rəyyan qapısından daxil olsunlar. Və o qapıdan yalnız oruç tutanlar daxil olacaq. Subhanallah. Və bu da orucun həqiqətən fəzilətinə dəlillərdən biridir. Və o yüzdən də bu hədisdə həmçinin bizə bir nəsihət var ki, iman əhlinə bir nəsihət var ki, kimsə onu söyərsə, onu təhqir edərsə, onunla savaşarsa, ona eynisini cavab vermir. Onun səviyyəsinə düşmür. Eyni zamanda susmaqla da onun qarşısında acizliyini göstərmir. Yəni, sən onun səviyyəsi, ona eyni cavabı verməyin nədir? Onun səviyyəsinə düşməkdir. Susmağın isə onun qarşısında acizliyini göstərməyindir. Sən susmursan onun qarşısında deyirsən, mən orucam, mən orucam. Yəni, sənə cavab verməyə qadirəm, lakin mənə buna mane olan oruc ibadətində olmağımdır. Və həqiqətən bu eyni zamanda pis edilən pisliyi yaxşı şəkildə dəf etməkdir. Ki, bu da Allah Azze ve Celle'nin əmridir. Allah Teala buyurur, İdfə billetihiyə əhsən, sən pisliyi yaxşılıqla əvəz elə. Fə izəl-ləzi beynəkə və beynəhu ədəvətun kəənnəhu vəliyyun həmim. Əgər belə edərsənsə, səninlə onun arasında olan düşmənçiliyin yaxın dosta çevrildiyini görərsən. Və orucun fəzilətinə dəlillərdən biri də odur ki, oruc qiyamət günü sahibinə şəfayətçilik edəcək. Oruc öz-özlüyündə şəfayətçilik edəcək. Bu barədə Abdullah ibn Amr'dan radiyallahu anh'dan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruc və Qur'an qiyamət günü qula şəfayətçilik edəcək. Oruc deyəcək ki, ey Rəbbim, mənə'tuhu ta'amı və şərab, mənə'tuhu ta'amı və şəhvətə. Ey Rəbbim, mən onu yeməkdən və şəhvətdən mane oldum. Yəni ona qoymadım, şəhvətinə uyusun, yeməyi yesin. Mən mane oldum. Fəşəffi'ni fi. Mənim onun haqqında etdiyim şəfayəti qəbul et. Və Qur'an da deyər ki, mənə'tuhun nəvmə billeyli və mən gecələr onun yuxusuna mane oldum. Fəşəffi'ni fi. Mənim onun üçün etdiyim şəfayəti qəbul et. Və qalə fəyəşfə'ani. Və Peyğəmbər s.ə.v buyurur ki, və hər ikisi də şəfayətçi olarlar. Yəni, hər ikisinin də şəfayəti qəbul olar. Qur'an və oruc. Və hər ikisi də Allah Azze ve Celle lütfüdür ki, bu ayda insan hər ikisini cəm etməyə qadirdir. Həm Qur'anı, çünki Ramazan ayı biz bilirik eyni zamanda, Qur'an ayıdır, həm də bu orucu, bu iki ibadəti cəm edə bilər. Və şək yoxdur ki, orucun bu şəkildə əldə edilməsi, savabının bu şəkildə əldə edilməsi üçün mütləq orucun ədəblərinə də insanın diqqət etməsi lazımdır və orucunu mütləq qoruması lazımdır. Və hər şeydən öncə bu aya başlayanda insan tövbə ilə başlamalıdır. Allah Azze ve Celle'yə tövbə edərək, ondan bağışlanma diləyərək başlaması lazımdır ki, orucu salamat qalsın. Eyni zamanda oruclu olarkən hər anına, hər dəqiqəsinə diqqət etməlidir. Hər bir halında dilinə sahib olmağa çalışmalıdır. Allah Teala istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, eşidib yaxşı tabi olanlardan eləsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.